YouTube vloguma hər biriniz xoş gəlmisiniz. Bundan sonra özümə məqsəd qoymuşam. Hər həftə YouTube'a ən az 2 dənə uzun video yükləyəcəm. İndi isə keçirik Müşfiqin Çindəki market alış-verişinə. Ümumiyyətlə həmişə videolarda görürdüm, deyirdilər ki, Çin sanki 2050-2060-cı illərdədir. Bunu Müşfiqlə görüntülü danışanda daha yaxşı gördüm. Məsələn, orada yemək sifarişi robotlarla edilir. Oteldə otağınıza hər hansı bir şey istəyirsinizsə, onu sizə robot çatdırır. Özü liftə minir və istədiyiniz şeyi sizə gətirib çatdırır. Və daha başqa nələr. Bu abur-cuburları isə istəsəniz gələn vlogda bir yerdə dadına baxarıq və dad dəyərləndirməsi edərik ki, bizdəki ilə necədir aradakı fərqlər. Bu çay süfrəsini isə qaynanamla özümə hazırlayıram. Bugün səhər tezdən onu həkimə aparmışdım. Neçə saatdır ki, həkimdəydik. Səhər tezdən Müşfiqi işə yola saldım. Daha sonra uşaqları bağçaya qoydum. Sonra gəldim evdən qaynanamı hazırlaşdırdım və getdik həkimə. Axşamdan sularımız kəsilmişdi. Ona görə qabları yumağım qalmışdı. Yaxşı ki, yeməkləri bişirmişdim ki, işim nə qədər olmaya yüngül oldu. Mənə maraqlıdır, aranızda qab yuyan maşını işlədən var. Demək olar ki, hal-hazırda bütün evlərdə qab yuyan maşın var. Amma bizdə su xətti ilə bağlı problem olduğuna görə qab yuyan maşın almadıq. İndi isə düşünürük ki, lazımsız bir şeydir. Amma belə baxıram ki, günümün çox hissəsi qabları yumaqla keçir. Yəni bir qab yuyan maşınım olsa, mənə nə qədər kömək olar. Belə rahatçılıq vaxtı isə qab yumağı çox sevirəm. Buradan çıxan köpüklər, foşur təmizlik mənə terapiya kimi gəlir. Düşünürəm ki, belə kiçik köməkçilərimiz olduqdan sonra özümüzə daha çox vaxt ayıra bilərik. Son zamanlar özümə demək olar ki, heç vaxt ayıra bilmirəm. Buna səbəb ev işləri və s. Çünki həqiqətən də insan özünə ayırmağa vaxtı qalmır. Belə olduqda isə mən daha çox kökəlirəm. Buna səbəb yeməyimi vaxtında yeyə bilməməyimdir. İndiyə kimi bir çox arıqlama üsullarını yoxlamış biri kimi deyə bilərəm ki, mənim ən çox sevdiyim arıqlama üsulum və ən yaxşı effekt aldığım birincisi aralıqlı orucdur. Bunu hətta mən bir ara saat 5-ə kimi salmışdım. Yəni saat 5-dən sonra, günorta 17:00-dan sonra heç nə yemirdim. Mədəm seyrilirdi axşam və səhər durub tərəzidə görürdüm ki, artıq mədəmin seyrilməsinin mükafatını çox yaxşı şəkildə almışam. Qramla da olsa çəkim düşürdü. İkinci isə yürüyüş etməyim. Hər gün mütləq şəkildə 10.000 addım edirdim. Və beləliklə gün ərzində qazanmış olduğum kaloriləri bir hissəsi də olsa yandırmış olurdum və əlavə olaraq da evdə etdiyim hərəkət mənə kar olaraq qalırdı və beləliklə arıqlaya bilirdim. Amma yenə də tam məqsədimdə olan çəkiyə hələ ki çata bilməmişəm. Mən ailə qurmamışdan öncə 63 kiloydum və uzun müddətdir ki 63 kilomu qoruyurdum. Hətta bəzən 62-yə də düşürdüm. Amma uzun müddətdir ki 67 kilodayım və 67 kilodan geriyə düşə bilmirəm. Gələn vlogdan istəyirəm ki, sizinlə bir yerdə başlayaq idman eləməyə, özümüzə baxmağa. Nəysə qızlar, evdəki işlərimi bitirdim, kofe içdim ki, biraz özümə gəlim. Daha sonra KFC-yə gəldik. Mən KFC-ni də sevirəm, McDonald's-da sevirəm. Siz hansı tərəfi seçirsiniz bəs? Bizdə yoldaşım daha çox KFC-ni sevdiyinə görə dedim, hə, KFC-yə gedək. Mənim üçün heç bir fərqi yoxdur. Çıxışda isə elə KFC-nin yanında olan Nova Soma döndük. Orada belə uşaq üçün dəstlərə baxdım. Hər hansı birini almaq istəyirəm, amma hələ ki tam olaraq seçə bilməmişəm. Bir də bu formada küpə qazanları almaq istəyirəm, amma onu yəqin ki bazardan da baxaram. İndi aldığım təmizlik vasitələrinə baxıram ki, orada hər biri endirimdə idi. Onu da deyim ki, videoda heç bir reklam yoxdur. Bu maye sabunları çox bəyənirəm. Həqiqətən də kremlidir, adamın əlini qurutmur və sanki əldə o gözəl qoxu qalır. Soğan qoxusunu falan da çox yaxşı aparır. Soğan demişkən belə bir soğan doğrayan da aldım, bəyəndim, normaldır. 2 günlük vlogu çəkib birləşdirmişəm. Burada artıq şənbə günüdür. Günorta yeməyi hazırlayıram. Günorta yeməyinə çox sadə bir yemək seçimi etdim. Çünki digər işlərim də var idi. Özümü çox yormaq və məşğul etmək istəmədim. Dedim, ona ayırdığım zamanı uşaqlarımla vaxt keçirdim. Evdə yalnız uşaqlarla özüm olduğuma görə bu yemək bizə yetdi. Hətta artıq belə qaldı. Qalan vaxtımızı isə işlərimi gördüm və uşaqlarla bol-bol vaxt keçirdim. Daha sonra isə biraz da özümə gəlmək üçün istədim ki, bir makyaj eləyim, biraz özümə gəlim. İlk öncə üzlərimi nəmləndirməklə və saçımı daramaqla işə başlayıram. İnsan yüngül də olsa saçını bir dənə daramaqla, bir dənə üzünü gözünü düzəltməklə özünü yaxşı hiss eləyir, özünü dəyərli hiss eləyir və sanki mən özümə də vaxt ayırmışam, mən varam hissini özünə ötürə bilir. Normalda çox makyaj edən birisi deyiləm. Əvvəllər hədsiz çox makyaj edirdim, amma makyaj edirəmsə bu tonal kremdən istifadə edirəm
edirəm və çox bəyənirəm. Çünki çox yüngüldür, amma teksturası möhtəşəmdir. Neçə vaxtdır makyaj edəmirəm deyə tonal kremi tətbiq edəndən sonra yadıma düşür ki, bəs mən birinci qaşlarımı sabitləməliydim, sonra tonal kremi tətbiq etməliydim. Çünki elə olmadıqda çox da yaxşı görüntü olmur, amma eybi yoxdur. Bu Not qaş sabitləyicisini Trendyoldan almışam və çox bəyənirəm. Həqiqətən də qaşları tökmür, qaşlarda ağ iz buraxmır və mən ilk öncə aşağıya, sonra yuxarıya doğru sabitləyirəm. Gün ərzində çox sabit, çox yaxşı saxlayır və dediyim kimi ağ iz də buraxmır. Mənə maraqlıdır. Belə makyaj videoları sizə xoş gəlirsə, mən arada sizin üçün makyaj edib çəkərəm. YouTube videolarına ilk baxdığım zamanlar ən sevdiyim videolar elə məhz makyaj videoları idi. O vaxt Duyğu Özaslanın videolarına baxırdım və o qədər çox sevirdim ki, inanın hər gecə yuxuya gedəndə mən Duyğu Özaslanın makyaj videolarına baxa-baxa yuxuya gedirdim. Ümumiyyətlə indi də söhbətli makyaj videolarını çox sevirəm, amma adam ailə qurandan sonra, övlad sahibi olandan sonra ev işi videolarına daha çox maraq salır. Çünki bəzən ev təmizliyi videolarına baxmaq da insanı rahatladır. Ya nə bilim, yemək videosuna baxırsan ki, bəlkə nəsə yeni bir resept öyrənirəm, ailəm üçün hazırlayıram və beləliklə də artıq bir növ öncəliklər dəyişmiş olur və makyaj videolarının əvəzinə bir də görürsən ki, daha çox yemək və ya təmizlik videolarına baxırsan. Gördüyünüz kimi çox sadə bir makyaj eləyirəm. İndi deyərsiniz ki, kimə görə və ya nəyə görə sadə? Mənə görə valla sadədir. Bu arada videolarımı izləyirsinizsə kanalıma da mütləq abunə olun. Çünki bəzən analitikadan baxıram ki, videomu nə qədər izləyən olur, amma video izlənmələrinə baxanda abunəçi sayım ona uyğun gəlmir. Yəni videonu hər izləyən abunə olsa çox sevinərəm. Makyajımın son halı isə belə oldu, amma evdə olduğuma görə bu arada güzgüdəki o ləkələri görməzdən gəlin. Çünki mən də indi videonu editləyərkən gördüm. Hə, evdə olduğuma görə saçımın üst hissəsini belə yığmaq istədim ki, mənə daha rahat olsun. Son halım isə belə oldu. Hər birinizi çox sevirəm. Videomuzu bura kimi izlədiyinizə görə çox təşəkkürlər. Hələlik.